Azərbaycan ordusu güclü əzmkarlıqla irəliləyərək torpaqlarımızı işğaldan azad etdi. Zəfər xalqın birliyi, ordumuzun peşəkarlığı və şəhidlərimizin fədakarlığı ilə mümkün oldu. Bu zəfəri bizə yaşadan qəhrəman hərbiçilərimizdən biri də Mayor Maşiyev Asəf Balodyaoğludur. O 1982-ci il noyabrın 26-sında Samux rayonunun Füzuli kəndində anadan olub. O 1988-ci ildə Samux rayon Füzuli kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. O uşaqlıqdan seçdiyi hərb sənətinin dalıyca gedərək Cəmşid Naxçıvanski adına liseydə təhsilini davam etdirir. Təhsilini uğurla bitirərək Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olur. Leytenant kimi Ali Hərbi məktəbi bitirən Asəf Maşiyev en sayılı hərbi hissədə xidmətə başlayır. Qüsursuz xidmətinə görə o mayor rütbəsinə qədər yüksəlir. Asəf Maşiyev 2-ci Qarabağ müharibəsində Murov dağı azadlığı uğrunda gedən şiddətli döyüşlərdə vuruşur. O sentyabrın 30-da itkin düşür. 70 gündən sonra onun nəşi tapılıb və Samux rayon Füzuli kənd qəbirstanlığında təntənəli şəkildə dəfn edilir. Ailəli idi. 3 övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Asəf Maşiyev ölümündən sonra vətən uğrunda igidliyə görə, Suqovuşanın azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.